Süleyman neçə test işləmişik? 40. Neçə düz səhvimiz var? Düzəltdim. 4 səhv idi, düzəltdim. Aha. Deməli, 7-dən başlayaq. Görürsən rahat. Aha, ben. 7. Deyir ki, AB bərabərdir 3 üstə gəl 2B. İndi mənim sualıma cavab ver. AB-nin açılışı nədir? 10 A üstə bir. Bərabərdir 3 üstə gəl 2B. A-ları bir tərəfə yığaq. B-ləri bir tərəfə. Yəni 10-a çıx 3-a. Düzdürmü? Bak. Bu tərəfdə nə var? 2B. Ve Bu müsbət B-də bunun yanına mənfi keçir olacaq. mənfi. Aha. Çıxılsın bir. 10-dan 3-ə çıxsa 7 A bərabərdir 2 aldığı kimi qalır. B'ləri. 2B-dən 1B çıxırsan. Ha, onda 1. 1B. İndi bunu çarpaz götür. A'mız neçədir? B'miz neçədir? A 1 B'də Aha. 7. B-də 7. Düzdür. Bunların da cəmi neçə olur? Cəmi 1 ilə 7 8. Başa düşdük. B. İndi 8-ciyi də yazaq. 8 səsində oynayalım ama. Aha, sən deyəcəksən, mən yazacağım. Bize de bunu qeyd edin diye. Hı hı. Ha. Bugün de eyni qayda ilə gedir. O yazıram 10 abi. 10-a. Yok 10A üstəgəlsin B bərabərdir. 5A üstəgəlsin 2B. Aferin. Sonra yazıram 10A çıx olur. Aha. Çıx 5-a. Hə 5A sonra da bərabərdir 2B Hı hı. çıxılsın. Yox, hə çıxılsın toplama Hı keçirən hı. tərəfə çıxılır B. B. Düzdür. Hə sonra ondan 5-ini çıxıram 5. 5A bərabərdir. 2-dən də B-ni çıxıram. Elə bil orada 1 olur. 1B. Aha. A'mız Yazıram. B'miz. A da onda 1 olur. Aha. B də 5 olur. Bunların da bizdən hasilini istəyir. AB Yəni hasili 5 olur. 5. 8. A. Başa düşdük. Bəli, 9-a keçəkmi? bəli, keç. 9-un qətiyyən yolunu deyimsə, alqa bunları alt-alta yazaq. A üstə gəl B, B üstə gəl A. Deməli, A ilə B-nin cəmi, B ilə A-nın cəmi neçədir? Nə, hə, 3. 3. Məsələn, neçə verək toplayanda 3 eləmək üçün? 2 ilə 1. Bura 2, bura 1. A1, B2. Onda S-yə yenə nə qalır bura? 3. 3. Diqqət yerinə qoy hamısını. Burada AB plus 2S. A plus B üstə gəl 2S'də 2 vur S'dir. Aha. Hamıca oldu. Hə, A1 üstəyənsin B, yəni 2 üstəyənsin 2 vurulsun 3. Tamam. Birinci vurmanı eləyirik. 2 vur 3, 6. B ilə də 9 eləyir. Başa düşdük. Bəli. Gəldi yanı. Onluq kəsirlərdə, onluq kəsirlərdə. Qaydamız belədir ki, A tamdır. Düzdürmü? Verdindən sonra birinci də 10'da 1 deyirik. Yəni 10'da B. Bu 10 adi onluq kəsirləri geniş keçəcəm. Bu tam hissədir. Bu 10'da 1'dir, 100'də 1'dir, 1000'də 1'dir. Bu şəkildə davam edir. Yəni burada təkdə 1 deyə bir şey olmur. İkincidə 100'də C'dir. Düzdürmü? İndi bunun altında yazırıq. Bax. 1 üstə gəl 2'də 1 üstə gəl 50'də 3. Hardan yazdım? Bax burada özü verib. Deməli A neçədir? A1'dir. A1'dir. A'ya yazdım 1. İndi bunun məxrəci 10'dur, bunun məxrəci 2'dir. Düzgün gəlmir axı. Bəli. Neyniyim ki, bunun məxrəci də 10 olsun. 5'e vur. Onda bunu da 5'ə vururuq. Onda nə olur? Hə, B elə bir ki 1 üstəyənsin 10'da 5. Deməli B'yə qaldı. B 10'da 5 olur. Düz. İndi bu 50'də 3'dür, bu 100'dür. Neyniyim ki, bunun məxrəci də 100 olsun. 2'ye vur. Aha, onda mı da 2'ye vurmalı? Bak. Onda C neçə oldu? 6 %6. Yani S 6. Düz. İndi get yerinə qoy topla. 13. Düz. Başa düşdük. Bak. 10-cu testimiz iyi. 11'i də dedim. 3 rəqəmli ABC dedik. 2 rəqəmli AB dedilər. 375 vahid böyükdür. Nə deməkdir?
Yəni AB-nin 2 rəqəmli AB ədədi var. Bayaqki kimi üstünə Var. 375 gəlsə, ABC ədədi alınacaq. Başa düşdün? Var. Diqqəti hər şeyi yerinə qoyaq. Və düşün ki, 7-nin üstə A gəlib B alınır. Bilmirəm axı neçədir. 3A-dırsa, məsələn, ya A 2 3-dür, bir vahid artacaq, 4 olacaq. Bilmirəm axı bir yadda var yoxsa yox. İkisini də yoxlayırıq. Məsələn, 3-dürsə elə A-ya yazsam 3. Onda bura da 3 düşür axı. 3-ün üstə 7. Ha, 10. Aha, 3'ün üstü 7, 10, 0. Burası 0 versek. Ama burada bir şey bozulur. 3'ün üstü 7, 10, 0 yazdım bir yad da. Ha, Bu 4. 3 olmamalıydı. 4. Deməli, bu düzgün versiya deyil. Şimdi ikinci versiyanı yoxlayırıq. Bura 4 versək, düzdürmü? Var. A 4 olsa, B'ye ne kalır? Ha, 11, 1 qalır. Bir yadda da oradan da 10. 3. Onda B'ye de 1 versəm, C'ye ne kalır? 6. 6. Diqqəti yenə bizdən nə A, B, C'ni istəyir. A'mız, B'miz, C'miz ne oldu? 11. Hı Hem hı. toplanmaz. Başa düşdük? Sen var. Var. 12 də bayaqçındandır. AB'ni aç. Ya bunun uzunluğu. Hı. Hı. Ve 10. Ha, 10 üstü 10 üstü 1. Hı hı. Beraberdir 8'e üstü 6 B. Ha, burada 10 çıxılsın yazırıq. Çünki çıx Hı olur. hı. 8 e, A. Tamam. Hı hı. Sonra da beraber yazıram. Təkərdən o bir də çıx olur. 6 B çıxılsın. B. Ha, B. Hı hı. 1 B. Ha. Yəni 1 Sonra, B düzdür. Aha. sonra yazıram. Təkərdən elə bir şey çıxıram. A bərabərdir. Ha, yox. 10 A bərabərdir. 10A'dan 8 açı. 2. Aha. 2A Ha, bərabərdir. 10 A bərabərdir. 5 B. 10A yox. Burada. 10A'dan 8'e çıxmadı mı? Ha, 2. Aha. 2A bərabərdir 5B. Aha. Çarpaz götür. Sonra da A bərabərdir 5, B də bərabərdir 2. Zəmi. Hərcəm 7. Başa düşdük. Bax, 13'də. 13 yazmışım. Aha. Sonra neçə? 20. 20'ye qədər yoxdursa. Yox, yazmışım. 10 Baxaq. Deyir ki, 7A üstə gəl B üstü 5 təkli. 3B üstə gəl 5 üstü 3 düzdür. Düzdürmü? Bax, Mən keçən və qaydalara başa salmış şey dedim ki, təkin qüvvəti də təkdir. Deməli, bu ədəd özü təkdir ki, qüvvəti də tək olub. Bu cütdürsə, deməli, bunun özü cütdür. İndi burada 2 hərf var, burada 1 hərf. Buradan başlayaq. 3B üstə gəl 5. Bax, ürəyin nə istəyir? Məsələn, B-yə nə versək cavab cüt alınır. Məsələn, B-yə 1 versəm, alınır, alınır. B-yə 1 versəm, 8. 8 alınır. Deməli, B 1-dir. İndi Bax, gətir yuxarıda yoxla. 7A üstə gəl B, yəni 1. Düzdürmü? Bunun tək alınmaq üçün A'ya nə verim? Məsələn, A'ya 1 versəm, ha, olur. Yox, olmaz. olmur. 2 ver. 2. Aha, bunun tək alınmaq üçün deməli B olmalıdır tək, A olmalıdır cüt. İndi gəl yoxlayaq görək hansında cüt alınır. Yerinə qoy. 2A üstə gəl B. 2-ni vursam. A 2 idi. Hı hı. 2 o 2 4. B də 1 idi. 5 oldu. Deməli Cüt cüt deyil. oldu. B-ni yoxla. B'də A'nın yerində 2. Orada 8 olur. B'nin yerində də 1, 3 olur öyle. 8 nə Yox, olur? 1-in kubu 1. Ne? Kubu. Ha, 1. Ha, 9. Bu da olmadı. Olmadı. A, 1. Ha, A2, B1 birbirine vururuq. 2, üstəlik 1, 3. Bu da olmadı. Hı hı. A ilə B2 ilə 1, bu da olmadı. Hı hı. Ha, burada da 2'ni 3'e vururuq. 6, üstəlik 1, 7. Ne? 3'ü hardan aldın? Biz 3 yaptık. Ya,
Ha, B1 idi. 2-ni 1'ə vururuq. Üstünə 2 gəlirik. 4. Aha. Cevap alındı. 4. Cüt. Və cüt. Cevap oldu. Yes. Başa düştük. Bəli. Sonra 23. 23. Hı. En ürəyindən nə istəyir ədəd ver. Mesela enə neçə verək? 1. Verək. 1. Düzdür mü? Bu da 1 üstə gəl 9. 10. Bu aralıqda neçə tək ədəd var? 9. Hansılardır? Təklər soruşur. Neçə tək? Ha, tək. Ha, 3, 5, 7, 9, 4. Bəs bərabərlik var axı, onun özünü də alır. Ha, 1, 3, 5, 7. 1, 3, 5, 7, 9. Neçə dənə olur? 5. Düzdür. Başa düşdün? 4. Mesela enə 1 yox. 2 versən nə olardı? Gəl görək. Bax, enə mesela 2 ver bu dəfə. 2, 2 düzdür mü? onda 11 olur yəni 2, tərəf. 11. Yenə bu aralıqda olan tək ədədlər. 2, 4, 6, 8, 10. Təklər, təklər. Tək, hə, Aha. təklər. 1, 3, 5, 7. 1 yoxdur axı bu arada. Ha, 1 yoxdur. 3, Aha. 5, 7, 4. Bərabərlik varsa Ha, 11. 11. Yenə neçə Ama dənə yine aldın? 5 tane. Fərqi yoxdur. Nə qoysan, xəyali nə götürsən cavab eyni. Başa düşdük? Ha, Gəl 24-ü de. 24. Ha, bu en şey olur Hı onda. hı. Bunun öz mənbəyi. Yine bir tane koyayım. Burada 12 olur. Birinin özünü sayırıq. 1, 3, 5, 7, 9, 11. 6 tane. Başa düşdük? Bak. 6 dənə. Düzdür. Sonra Bu səhifədən yoxdur. Ha, bir tane de buradan idi. 50. sual. 50-yə qədər yoxdursa, Yox, hayır. yox 50-ni. Ha, 50 8'dir. 3 rəqəmli ədədin ona böldükdə qalıq 5 olur. Bu ədədin 9-a bölməsi üçün neçə A olmalıdır? Hı. Ona bölünmə əlaməti neçədir? Bunun, ha, 0. Sonu Sonu 0 sıfırla olmalı. bitirsə İndi sonu 0-la bitməyir. 5 olur. Deməli B qalığın elə özüdür da 5. Düzdürmü? Hal-hazırda bu rəqəmlər cəmi neçədir? bir- A 8, 5. 8-dən 5-i toplasam ha, 13. 13. İndi sual verirəm. Bu ədədin 9-a bölünməyi üçün neçəyə tamamlamalısan? 13-dən böyük 9-a bölünən neçəmiz var? 18. 18'i tamamlamaq üçün A neçə olmalıdır? 13. Zeyun. Bununla bunu 13 edirdi. Ha, 5. 5. Və bizdən soruşur ki, A neçə olmalıdır? Başa düşdük? Şu. Dəqiq. Var. Sonra Yox da 50'ye kadar işte. 50-yə qədər işləmirsən. 50-dən sonra yaza bilmədin, yoxsa vaxtın olmadı? Yo, ben ne tür 50 demişim. Mən 50 demişdim. Hə, getdi yolda. 51. Ha, özüm yazdım. Təkləri burada işləyək biraz. 27, 89, evet. Sonra nasıl onun mümkün qiymətləri cəmi tapın. A. Bunun- Şu bölünmə əlamətimiz necə idi? Ha, əgər ədədlər toplayırıq, söyləyirik. Nə qədər bölünmə? Hı hı. Toplayanda 2, 7, 8, 9. Ha, hamısını bir yerdə toplayın. Hı hı. 9, 18, 28, 26. Bura qədər 26. Düzdür? Bak. Bu düz. İndi sual verirəm. 26-nın üstə 26 3-ə bölünmür axı. 26-nın üstə nələr əlavə edəcək 3-ə bölünür? Ha, dur. 4 düzdür. Sonra 1. 1 düzdür.
Yəni 4-dən sonra deyəcək. 3 3 gəlsin yox. 29 olur. Yəni yox, elə ki 7 hə elə. Deməli, 1 ola bilər, 4 ola bilər, 7. 7 mümkün qiymət, A-nın mümkün qiyməti. A 1 də ola bilər, 4 də 7. Bunların cəmi Maxva tərəfə də gedə bilərək birazdan. gedə bilmir. Rəqəm deyil. Hə. Bir Hə. rəqəm olmalıdır. 1 4 7 Hı rəqəm -hı. olmalıdır. 4 5 12. Başa düşdük. Hə. 53. Yox, 53 də onun kimidir. 53 qalsın. 55 yapar. Evdə bu tamamlayacaqsan yaxşı. Mən oradan buradan işlədirəm. 55. Aha. 4-ə bölünmə əlaməti. 4-ə bölünmə əlaməti. Gördün mü? 12 rəqəmi götürüb ədədin özünü. Ay, 12 rəqəmi son 2 4-ə rəqəm böl. 4-ə bölmüsü Aha. deyil. Limon son 2 rəqəmi neçədir? 55'te sonuç 65. Hə, bu asandır. 65'i 65. 4'e böl. Hmm. 2, 12. Bunun 1 qaldı. Başa düşdün? Hə, bu onsuz da sonra. Amma mən olsaydım çaşıb yenə bunun hamısını bir yerdə bölərdim. O da vaxt itkisidir. Hə. Sonra gələk 59'a. Hə, 9 abi o bir 4 rəqəmlədir, nabi 2 rəqəmlədir nə bölməsin, ondan qismətdir. Hı hı. Hmm. Bir bakalım. Özünə rəqəmlər qoyub hesablaya bilərsən. Mesela A-ya B-yə neçə verir? A'ya 2, B'ye de 3. İndi onda misal nətər olur? B, O, 2 vurulsun, 3 vurulsun, O 2 vurma vurulsun. deyil. Üstündə xətt varsa bu bir ədəddir. A, hə, 2323. Bölürük. 23. 23 bölür. Üstdə xətt varsa ortada vurma deyil. Ədəd. 23'e bölünür. Hı -hı. 23'ün içində 23. Böyle 23 bir dəfə. Bir Hə, dəfə. 11. O gördün 0'ı yedin. Bax mənə qulaq as. Na, Yuxarıdan bax 2'ni düşürtdüm. Bax 23'dən 23 çıxdım 0. Bu getdi. hə, Yuxarıdan 2'ni düşürt. 2 23'e bölünür mü? 2'nin içində 23 var mı? hə. Onda oraya bir dənə 0 atmalısın. Bölünmür axı. 2'nin içində 23 yoxdur. Yuxarıdan 3'dən kömək Hə. alırsan. Eyni vaxtda Ha, yuxarıdan həmişə elə olmur. Hə, həmişə belədir. Əgər həmişə. bölünmürsə, yuxarıdan ədəd düşürtməlisən. Yuxarıdan boş qalırsa, bölünmürsə, 2 23'e bölünmür də. 2'nin içində 23 yox. Hə, Amma 23'ün içində 23 var. Cavab. 100. Başa düşdün? Hə. Yaxşı, sənə deyirəm ki, gəl A, B, C, 0 A, B, C ədədini böl A, B, C ədədini. İndi böl görüm. Yəni A, B, C-yə ürəyin nə istəyir belə A, böl. B, C, 0, A, B, C. Tamam. Bir 200 koyalım. 1, 2, 3. Yani tersi böyle. Ne yap? Şimdi mesela burada eləyəndə 120'sinin 0 olmur axı. 0 123'ün yazır. içində 123. Bütün Bir bu dəfə. getdi. Buraya evi 0 yazmıram. Bak. Bax yuxarıdan 0 düşürtdüm. Bax, 0'ın içində 123 var mı? Hayır. Bir dənə 0 qoydum. İndi 1'i düşürtdüm. 1'in içində 123 var mı? Hayır. İndi 2'ni düşürttüm. 12'nin içində 123 var mı? Hayır. Onda bir dənə də 0. İndi 3'ü düşürttüm. 123'ün içində 123 var mı? Yani 120'sinde ben Neçə dəfə? bir dəfə. Gör. Başa düşdün? Cavab neçə oldu? 10.001. Düzdür.
Dəqiq. Bəli. Sonra bölünmə əlamətlərini biləcəyik. Və bir dənəmə ilə 64. 64. 64. Hı hı. Sonra bir ədədi 9-a tam bölünərsə A2B 5. Ədədin 9-a tam bölünməsini andan qalır tap. Yenə ədəd qoyuruq da mən Hı hı. tam bölünür. Deməli 9-a bölünmə. 3AB 9-a tam bölünürsə, deməli bu üçünün cəmi düzdürmü? Bəli. Neçə ola bilər? Mən bizi deyim. Hə. Ee, 3 9-a bölmə deyil, rəqəmlər hə, cəmi 9-a bölünür. 2, 5 bir dənə də hə. 2 A-nı 2 qoyaq, B-ni də 4 qoyaq. Aha, olar. 2 ilə 4 qoysaq rəqəmlər cəmi 9 3-ə bölünür. İndi apar Bəli. A-ya 2, B-yə 4 verəndə. Düzdürmü? O rəqəmlər cəmi neçə olur? Bizi deyim onu 2, 4, 5. Hə. 2245. Aha. 9-a bölünməsi 4, 4, 8, 5, 13 13. 13 9-a bölünürmü? bölünür amma qalıq. Neçə il o qaldı sorucu? 4. Düz. Orada yəni 2, 4 yox. Məsələn 1, 5 olsa yenə eyni cavab olacaq. Daha önəmli olan zamanın cəminin 6 olmağını başa düşməyin idi. Bəli. Sonra 67. Bayaq bundan birini başa saldım. İndi özün yaz görün. Burada 68-ə baxar. 8 ne zaman? 67, 68 baxaq bunlara. Ama bölündükdə qalxdı 3 olunur. Burada sabah bölünərsə ikisinin üçün yerlikdən səni tap. Ona bölündükdə qalx çalınır. Deməli sonu neçədir? Ona böləndə normalda sonu nə ilə bitməli? 0-la bitməliydi, amma 0-la bitməyib. Neçə ilə bitir? 3-lə. 3 ilə. Y3. Düzdürmü? Bəli. İndi 8, x, 5, 3-ün rəqəmlər cəmi neçədir ki, bu 3-ə bölünür? Ha, rəqəmləri toplayıram. 8, 16, 16, 2. 16 X bölünür. 2-dir. 2 olar, sonra Ha, X-in mümkün qiyməti. 2, 3. 16-nın üçgəndən 9 eləyir axı. Ha, Bölünür. elə bildim 2-nin üstünə sonra da gəlməyi. Hı -hı. 5, Düzdür. Sonra 8, düzdür. Yəni, ala biləcəyi qiymətlər 2-dir, 5-dir, bir də 8. 8. Onların da cəmi Ha, cəmi 7, 15. aferin. Başa düşdük? Bəli. 68-ə bax. Ha. Biz bayaq 66 nə idi? 67 idi. Ha, 67 idi. 68, 1x, 5y. Yəni, ədədi 4-ə bölündükdə qalxdı 3, 5-ə bölündükdə isə qalxdı 4 anlıq. Bu ədədin 9-a tam bölündüyü bilərək x dəyərsə y cəmini tap. Yəni 4-ə bölünməməli, son 2 rəqəm gərək 4-ə bölünsün. Hı -hı. Qalxdı 3 anlısı. Burada 52 olmalıydı normalda. Amma 3 qalaq olduğu üçün 55 oldu. 55 ola bilər, düzdür. Başqa nə ola bilər? Aha, Bir 5-ə böldükdə qalıqda 4. 5-ə böldükdə elə 5 ilə get elə. 5-ə böldükdə əslində sonu nə olmalıydı? 5-ə böldükdə Aha. Normalda 0 ya 0 olmalıydı, ya da 5. 5. Düzdürmü? Qalıqda 4 deyirsə, üstə 4 gəlir ikisinin də. Qalıqda 4 isə ikisinin də üstünə 4 gələm. Ha, 3-ün üstünə də 4, 5-in üstünə də Bura 4. bax.
Bax, Nə? sonu normalda 0 olmalı idi. Ya bura 50 olmalı idi, ya da 54. 55. 5'e bölünmək üçün. Düzdürmü? Amma deyir tam bölünmür də, qalıqda 4 qalır. Bunların ikisinin də üstə 4 gəlsən, Ha, 9, bir də 5. 4. 4. Yəni bu ya 4'tür, ya 9'dur. Düzdürmü? İndi gör sonu 54 olanda qalıqda 3 olur, yoxsa sonu 59 olanda ikisini də yoxla. İki versiyamız var. Gör hansını da 4'e böldükdə qalıqda 3 alınır. Sən özün qəşəng dedin də. Dedin ki, müəllimə normalda bu ya 52 olmalıydı. Onda 52 yox, 56 olacaq. 4 qalıqda 9'da olacaq. Ay Ha, sağ. Deməli bura 3 qalıqda dur. ay bura 9'dur. Əlbəttə. Bəli, Y-i tapdı. bəli. 9'a tam bölünmək üçün 1, 2, 5, 9. İndi toplu görək rəqəmlər cəmi neçə oldu? Ha, 15. 15. 15 də 9'a bölünmüş. Qalıq. 15'in üstünə gəlsəm 9'a bölünər. X neçədir? Ha, elə 15'in üstünə 3. Ha, deməli X-a 3, Y-ə də 9 qaldı. Bəli. Bizdən nə istəyir? Güzel. Böyle o zaman tamam. X ile gireyim cəmi. O da 9, 12. Başa düşdük? Bəli, Dəqiq. bəli. Düşək aşağıda. 72. Bir görüm 72'ni. Ha, bölünen 12'nin atomun qismət 4 və qalıq 5 olarsa bölünəni tapın. Yazın. Yox, bölünən necə öyrətmişdim. Qaydada başa salmışdım. Bölünen qismət bölünen atomun. Nə, tamam qismət soru qalıq. Ha, qismət də qalıq. Ondan bölün qismətə. Deməli, bölən hansı idik? 72. Bölən 12. Atomun qismət 4 və qalıq 5 olarsa. Bölünən necə Bölünəni tapılır? tapın. Keçən və qaydada başa sal. Atomun qismət. Qismətdə birinci. Bölünəni tap. Məsələn, belə bir Bölünən. misal vermişdim. Məsələn, deyirəm ki, 7 böl 3 bərabərdir 2 qalıq 1. Düzdürmü? Buradan bölünən 7'dir. 7'yi necə taparsan? 3'ü 2'ye vurub qalığı üzərinə çəkir. Aa, yəni, Atomun qismət qalıq. indi bölünən 12'dir. 4'ü Qalıq da 5'dir. Yəni onda neyniyim? hə 12'nin 4'ə vurub Aha. üstünə 5 çək. Aferin cavab. 12, 4, 40, 50, 55. Nə? 48, 48'in üstünə də 5, 53. Başa düşdük. Bax, 75'e gəl. 75. Natural dedi 5'e böldükdə alına biləcək mümkün qalıqların cəmini tapın. Yadında Natural saxla. Qalıq bu bölünəndən həmişə kiçik olmalı. 5'e böldükdə 5'dən kiçik ədədlər olmalı. Yəni qalıq neçə ola bilər? 5'dən kiçik ədədlər olmalıdır. 4, 3, 2, 1. Bunların da nəyini istəyir? Cəmini. Aha. 5, 10. Başa düşdük. Onda 76 edəcək. Bax, 76 qalıqda. Ədədi 8'ə vurdukdə qalxdı C alınır, sənin mümkün qiymətə cəmini. Onu vurdukda 8'dən aşağı Aha. olan Yəni, bütün ədədlər toplu yox bir-birinə, yəni 5, 10,
7, 6, 5, 4, 3, 2, 1. Düzdür. 10, 15, 21, 28. Aferin. Başa düşdük. Ha. Gəl. Bunlar da getdi. Sonra 78-i de. Anatolyada 15'e böldükdə qalıqda 8 alınır. Bu ədədi 5'e böldükdə alınan qalığı tapın. Mən Anatolyada də bir ədəd deyə bilərsən, 15-ə böldükdə qalıqda 8 alınır. Elə ən rahatı bilsən nədir? Bundan bunun cəmi. 15-in üstə 8 yazsam nə edir? 220. 23. 23 15-ə böldükdə qalıqda 8-dir. A. İndi davamını oxu bu ədədi, yəni 23-ü. Bu ədədi 5'e böldükdə alınan qalıq. Hə. 23'ü 5'e böldükdə 3 alınır. Belə qalıq. Düz. Başa düşdük. Aferin. İndi bunu dəyişsəydim. Desəydim ki, məsələn, 21-ə böldükdə qalıqda 4 alınan ədəd. Necə tapardım? Onda yenə bir-birinin üstünə Düzdür. gələrdim, Gələcəkdik. sonra təkrardım. Elə bir Başa ki, düşdün? Ən bəli, rahat. Aferin. Yaxşı. 83. 80. Bölən 28-in atamın qismət 18 və qalıq 12 olarsa, bölünən sadə vurğuların sayını tap. Əvvəlcə bölünləri necə tapar? Ha, bölün 8 ha, bölünən bölünən bizə nə istədi? Bölən 26, atamın qismət 18 və qalıq 12 olarsa, mən belə bir ki, 26 ilə 18-i bir-birinə vurub qalığı üstünə gəldim. Yəni atamın qismətdən bölən 26-nın nəyə vuracaq? 18-ə. Üzərində də E, 12. 12. Hesabla. Hesabla nə demək? Hesabla demək. Necə 12. Hə, üzərinə 12 gəldi. Hə. Qıyməsən Almaniyada məktəbə getməmsən, hə? Məktəbə gedən vaxtı köçmüsünüz də. Ha, bax, getmişim. Bağça? Bağçaya deyəsən nə getmişim. Biz buradakilərə elə bir uymuruq. Hə, sadə vuruqların sayı. 460, 12 bərabərdir. 474. Amma bunu yoxlayasınız siz təkirdə, yəni səhv olubsuz olur. Mən 26-nı vurduq 18-ə. Neçə eləyir? Hə, 462. 68. Nə? 8 vur 6 48-də axı. Ayda. Ay, Bunun səhv üzərinə eləmişəm. gəlirik. Onda 800, hə, 480. 480. İndi 480 sayda puan sayı necə tapırdıq? Elə bir ki, Əbu Bəkir kimi də, yəni Ha, 480. buradan belə aylarda gedir. Hə. Deməli, birinci ikiyə bölüm. Düzdür. Yox, 240. Bunu da ikiyə bölüm. 120. İkiyə bölürüm. 60. İkiyə bölürəm. 30. İkiyə bölürəm. 15. 3-ə bölürəm. 5. 5-ə bölürəm 1. Sayda vuruşmanın sayı var. Sayda 1, vuruşma 2, 3, 4, 5, 6, 7. aha, düzdür. Sayda vuruşmanın sayı. Burada niyə belə böyük ədədlər verir? Peki bölənlərin sayı istəyir. Gəl, bölənlərin sayını da tapaq. 2-dən, 3-dən, 5-dən neçə dənədir? 2-dən, 3-dən, 5-dən 1, 2, 3, 5 dənə 2, bir dənə 3, 5. 5-dən də bir dənə. Aha, indi qayda nətər idi yadında? Elə bir ki, hərəsinin elə bir üstünə vururuq. 2-ni 5-ə vururuq.
5'in üstə 1. 6. Bir vahidi artırır da bu. Ha, bir vahid artırdı. 2, 6, 2, 2. 6 vurursun 2 vurursun 2. 6 vur 2 vur 2. O da neçə eləyir? 12, 24. 24. Yəqin ki, bölən sayı. Sayda vuruqların sayını neçə dedik? 1, 2, 3, 4, 5, 6, 7. Cavab burada Y7-dir. Amma desəydik ki, bölən sayı, natural bölən sayı cavab olardı 24. Başa düşdük? Bak. Neyse. 3. Get yazmır o cavab 7. Ola bilər mexaniki bir səhvdir. Ha. Sonra baxaq məsələn. 86. 86. A ədədi 5-ə bölündükdə qalxdı 3 alınır. 3 sayı üstə yəni 2 ədədini 5-ə böldükdə qalxdı neçə alınır? Hı -hı. Neçə neçə böldükdə A ədədini 5-ə böldükdə qalxdı 3 alınır. Deməli, dəqiqə. Aha. Asandı tapdım ki. 5 və 3 vur olsun. Elə ən rahat aya neçə Hə, verdi? 8 olacaq o. Çünki elə 8, 5, 3 qalıq gəldi. Düzdür. 8,
Mən 1, qalx 1. Düzdür. 26 da 5-ə böləndə Və qalır 1. Başa düşdük? onsuz da hesabı. Həm bayaqdan elədiklərimizdən. Aha. Yaxşı. Bu bölünmə əlamətləri ilə bitirək. Getdik sadə mürəkkəb ədədlərə. 91. 90 aşağıdakılardan hansı sadə ədəd deyil? Sadə ədədlər bir özünə bölünürdü, bir də birə bölünürdü də. Hı hı. Ee, 13 sadədir. Hı hı. 23, 23, 33 3-ə bölmək olur. Hı hı. 43-ü, 23-ü də bölmək olur. Ee, Bu 3-ü getdi, bir dənə Y qaldı. Diqqətli ol. Düz təhlil eləməlidir. Belə. Özün dedin ki, müəllimə birə və özünə bölünür. Başqa heç niyə bölünmür. Geri qalx qalmasın. Aha. Aha. Amma 33 nəyə 33, bölünür? 33 3-ə bölünür, o olur. Nə olur? Mürəkkəb olur da, yəni sadə ədəd Yəni sadə deyil. deyildi, yəni o alınmır Hı. onsuz da. Gəl 93-ə də bax. Aa, Hə, sadə ədəd deyil. mən Başa öz düşdün? üstümə. Dəqiq. Orada hamısını sildim, elə bildim bölünənlərdir. Başa düşdüm. 93 deyək. Bu 90-cı ədədin neçəsi sadə ədəddir? Bu özüm eləyərəm. Neçəsi sadə ədəddir? 111 sadədir. Tək bir birə bölünür, bir də özünə bölünür. E, 126 126 9-a bölünə bilir. Ədədlərin cəmi 9 eləyir, 9 bölünə bilir. Neçə? 111. 126 bölünə bilir. Ona Aha. görə çıxardıram. 4 dənə qaldı. 121. 11-ə bölünür. Ha, 11-in hə, kvadratı. 11-in kvadratı. Bu da olmur. Mən deyəsən 2-dən olacaq. Bir 111 olacaq. 111-in də Bir də rəqəmlər cəmi. rəqəmlər cəmi 3 idi. Bu da 3-ə bölünür. Aa. 117-nin rəqəmlər cəmi. Bu da 9 eləyir. Bu da bir dənə Hı. 103. Yox, sadə olan bunlardan Bir 100. dənə Başa düşdün? bu. Bu 94. yaxşı. Hansı mürəkkəb ədədin sadə vurğularını vermişdir? Mürəkkəb ədədin sadə vurğuları Hı -hı. Adından da bəlli olduğu kimi hamısı sadə olmalıdır. Məsələn, bax, variantlara bax, 9 sadə deyil. 9 getdi. 10 da sadə Hı deyil. -hı. 10 da getdi. Yəni A ilə B getdi. 5, 1, 10. 6 da deyil. Hı C də -hı. getdi. Ee, D də getdi. Bir dənə Y qaldı. Çünki 4 də Düzdür. bölünür. Bir dənə Y. Allah. Başa düşdük. Hə. Sadə qrupların sayı yadında bayaq işlədik. Buna ehtiyac yoxdur. Qarşılıqlı sadə 97 idi. Ya da 96-nı de. Ha, 96 96. Qarşılıqlı sadə nə idi? qarşılıqlı sadə deyil. Yəni sadə deyil, amma qarşılıqlı Qarşılıqlı sadə deyil. Yəni ortaq nəyəsə bölünürlər. İkisinin ortaq böləni var. ikisinin də ortaq bölündüyü bir şey. Aha. O 15 burada da bölünmür. 15-16 ardıcıl ədəddir. Qarşılıqlı sadədir. Onlar hə, ardıcıl olanda Hı olmur. -hı. 25, 16. Mən 25 ilə 16 da olmur. Aha. Qarşılıqlı sadədir. Sonra 17 ilə 5 də olmur. Hı -hı. Hmm, 19 1-ə və 19-a bölünür. Amma 57 1-ə, 3-ə, 19-a, 57-yə bölünür. hadi, hə, Qarşılıqlı sadə deyil. Çünki deyil. ikisi də Hə, 19-a bölünür. Gəl tam əmin olmadım. 98-i də de. 9, hə. Nasıl ədədlər qarşılıqlı sadə deyil. Deyil, hə, qarşı sadə olmayan, yəni bölünə bilən. Mən burada ikisinin də bölündüyü eyni şey lazımdır da bizə. Hı -hı. 8, 9. Mən A ilə D getdi. Hı -hı. 4,
7, 4, B de getdi, A, B, D getdi. C variantı olur. Yəni burada İkisi de 12'ye sadə. bölünür. Bəli, Başa düşdük bunlar da. bəli, bəli. Sonra bu səhifədə nə? Əbab əküb tapaq ki, bir dənə əbab, bir dənə əküb. Yox. Burada 108-i gəl mən izah eləyim. 108 var. 6'nın kubu üstə gəl 18'in kubu. Bunu özün başa sallam. Mən bu elə bir ki 6 vur 6 vur 6 üstə gəlsin 18 vur 18 vur O 18. da çox gec olacaq da Bəli. O hesaplamaq. imtahanda 6'nın gərək kubu. onu özümüz İndi öyrənək. baxaq. 18'i necə yaza bilərsən? Nə vur, nə kimi yaza bilərik? 1 vur 8. Belə burada 6 var da 6'dan istifadə elə. Ha 6 vur 3. Haysa yazaram. 6 vur 3. 6'nın kubu 3'ün kubu. Bax 18'in kubudur. 18'in kubunu 6 vur 3 kimi yazıb. Bu kubu ikisine də verdim. Başa düşdün? Bax. İndi evi burada 1 vur 6 kubudur. Bu 3'ün kubu vur 6'nın kubu. Hər ikisindən ortaq vuruq nə çıxır? Sən kubu Burada da olan nədir? 6. 6'nın kubu. Və 6. Çıxartdım. Və bunları attım burada. Nə qaldı geriyə? 1 ilə 1, 3. 3'ün kubu. Üstə. Ha 3'ün 6'nın kubu da ne demektir? 6 vur 6 vur 6. Bəli. Bir üste gel 3'ün kubu ne eləyir? 1 üzə 3'ün kubu. 3'ün kubu neçədir? Ha 3'ün kubu 3. Hı -hı. 27. Üstə də 1 gəlsən. 28. Vur elə bir tek. İndi hamısı sayda vuruqları ayıraq. 6'nın sayda vuruqları 2 vur 3. Bu 6'nın sayda vuruqları 2 vur 3. Düzdürmü? Ha bəli bəli. Bu 6'nın sayda vuruqları 4. 2 vur 3. 28'in sayda vuruqları 2 Hı -hı. 9'un Yenə 2, ha iyi 9 olmadı. Ha 2 4. 4'ü nəyə vursam 28 olar? Və belə də 28'i sayda vuruqları ayır. 2, 14. ha elə 2, asan oldu. Onda 7 7 1. 6'yı da belə sayda vuruqları ayır. 2, 2 3, 3 3, 1. 3 1. Bildin mi? Bu 2, 3 nədir? 2, 3 bu 6'nındır. Bu 2, 3 bu 6'nındır. Bu 2, 3 Bəli. bu 6'nın. 2, 2, 7. İndi gör burada neçə dənə sadə vuruq oldu. 9. 9 dənə. Başa düşdük? Bəli. İzaha yenə də təkrar baxarsan. Bəli bəli. Yaxşı. Baxın. Video Bir dənə əbop hesabla gəlmə. 109'u hesabla. Bir dənə də əkop hesabla. 109, 111. İkisini də yaz verək. Əkib bir də Bir əkop. 109 110 hansı variantda suallar? Hə 109-cu bir də 111-ci. Aha. Gəl görək çəkirəm. Elə bu silə işləyindədir. Tamam. Bir bak. Bir defada başlara. Birinci. Anladım. Aha. 60 2 30 2 15 3 5 5 1. İndi qısa etsəlim. 10 hə 24 2 24 2 2 6 2 3 3. Yani bunlar ayrılandan sonra Ortak olanlar. Her Abul'da ikisinin. 2 ortaktı. Bir tane de 2 var. 3 var bir tane de. 2 2 bir de 3. Hı hı. Cevap. Bunlar birbirine vurdu. Düzdü. Ha 2 3 4 3 12. Düzdü. Başa düştü. Ha bəli. 111'e bak.
Deməli, əbobu düz tapdım. İkisində ortaq Elə bir olanları şey. vurduq. Düzdürmü? 111 əkop demişdim. E, 36-nın sayda vuruqları nədir? 2 vur, 2 vur, 3 vur, 3. Düzdürmü? 24-ün sayda hmm, vuruqları nədir? ha. 2 vur, 2 vur, Ya 2 vur, 3. 2 2 2 ha 3. Ortaq olanları yumrula. Otaq 2 Aha, 2 bir də 3. 3. Düzdürmü? Bu sənin əbobundur. İndi İndi əkobu 36-yı o birisində yazıq bax. 36'ın 2'ye vurur. Aa, sağ. Aha. Ya da 24'ü 3'e. İkisinde de cevap aynı anda. Yadıma düştü. Bak. Cevap neçə oldu? Ee, 60 yok. 70. 70. Aydın oldu. İndi şeylə götürək. 3 dənə olanla götürək bir dənə. Ee, 123'e baxaq. 123'e bax. Biraz fərqli suallar işlədirəm ki, ilk Ha, tapşırığım. bak bak. Öyle yaxşıdan. Təkrarlarsa, Sonra təkrardan aha, dilində edirəm ben. 123'ü de görüm. 123. Oyda horocu. Tamam. 120. Ben 2x 5x Aha. 9 8 tapın. Abop. Abop. Bax, ikisində də ortaq olan nə var ağlım? İkisində də ortaq olan Aha. 2 ilə 5-də necə yəni? İkisində də ortaq olan 2 vur x, 5 vur x. İkisində də ortaq nədir? X. X. Ay sağ ol. Ne edirsən? Dairəyə al, ikisində də ortaq olanı. X'ləri aldım dairəyə. Aha. Gördüm, görmürəm. Şu deməli x ilə əbobun özüdür. 9. İkisində də ortaq olan o baxın. Ha, Elə bizdən də x istəyir də. hayda. Bu əkobu nə tər İndi eləyəcək bu? əkoba baxaq. 2 vur x, 3 vur x. İkisində də ortaq olan nədir? Aha, 2 vur x, 3 vur x, x. X. Əkobu necə tapırdıq? Ortada qalanları Aha. bir-birinə vurdu. Vuraq. Elə bir şey, ha, burada 93'ə vururuq, bir də 90'ı yox. 2'ni 2 vururuq 3'ə. də bu. Vururuq x-a. Düzdürmü? Ortaq olanı bir dəfə yazırıq. Cavab 90. Buradan tənlik alınır mı? Şimdi, ha, bəli. Cavab Vur 3 vur x bərabərdir 90. X bərabərdir, yox. Birinci 90'ı 2'ye bölürük. aha. 45. Aha. Sonra da 45'i də 45'i neyin edik? 3'ə bölübdür. 2 vur 3 neçə edir ağam? 6. 6. 6 vur x 90. Tənlik həll edir. Ha, 96'ya bölün. Düzdür. O da olur. Ha, elə 45 də çevirmiyorlar biz də. Hansından getmək sonra rahatdır olur. 45. Bir də var mı? 3 3 qalıqlı gəlir. Yox, Yəni, yox, qalıqlı olmur. Ha, 10 15. düz. Başa düşdük. Bəli, Dəqiq. bəli, bəli. Bu da belə. Əbu Bəkrovu da təkrarladıq. Sən mənə de görüm. Qaydalar keçmişdim. Qarşılıqlı sayda olanda. Yox. Daha doğrusu Nasıl ədəddən danışım? qarşılıqlı sayda ədədlər olanda. Onların əkobu nəyə bərabər idi? Əbobu nəyə bərabər idi? Qarşılıqlı Hazır. sadə Hı -hı. 1 13. Məsələn 13-ün üstünə göstərəndə 1 13 Bildim. sadə olur. Məsələn 133 istəyirəm. Oxu 133. 133-cü sual. A, B, A və B qarşılıqlı sadə ədədlər olarsa, əkov A-nı N-i tapın. A və B-ni tapın. A və B Əgər qarşılıqlı. ədədlərimiz qarşılıqlı sayda olarsa,
Qarşılıqlı sadə ədədlər az çox A və B-ni tap. Onların hansında bərabər etməkdir cəbrimizdən? Bir-birinə vururuq A-nın B-ni. Sağ ol. Cavab A variantı. Abi, Düzdür. ayda. Bəs əbub nəyə bərabər olurdu? Əbov, Hı hansı -hı. misal? Qarşılıqlı sadə olanda əbub nəyə bərabər olurdu? Ümumilikdə soruşuram qayda kimi. Hə, əbov olanda. Oxumamısan. Biri. Mən Əbub. Onu natural soruşuram. ədədləri təklə cəmi oxudum. Amma Sonra qaydaların hamısını oxumaq o lazım. şeyləri oxudum. Vurmaları da elə bir ki, hansına vuranda belə. Qalanın yadımdan çıxdı. Videoya baxarsan yaxşı. Deməli, əbov olanda Hı -hı. Qarşılıqlı sadədirsə, normalda qarşılıqlı sadədirsə, A əkobda vur A B. vur B, əbobda 1-ə Hə, bərabərdir. 1. 1. Əbobda 1. Ev tapşırığı yerdə qalan testlərin hamısını 200-ə yekunlaşdırır. qədər. Necə? 200. 200-ə qədər. Hə. Növbəti nə vaxt çox da deyil. Nə vaxt gələcəksən bir də? Yəni, Hələ gör nə qədər vaxtın var. 5-ci günə qədər bir dünya vaxt. Allah çox Çox deyəm. falan deyil, az deyinmə. Eşitdin? Ev Evet, tapşırığı evet, 200. yerdə 200 deyil, 50-yə tən işləmirsən, 150 test qalır.